Arada belə yüngül şeylər də yemək lazımdır. Yumurta, çörək. Hal-hazırda biz çörəyi doğrayırıq. Düzdür, çörək bərk olmalıdır əslində. Boyat çörək olsa daha yaxşı olar. Burada əslində mənim gördüyüm iş elə təkcə bu yumurtaları götürməkdir. Qalan işlər yoldaşım edir. Yumurtanı qəşəng çırpdıq. Qəşəng belə çaldıq yumurtanı. Bundan sonra olacaq mərhələ tavanı isitmək. Amma əvvəlcə buna duz istiot vurmağı da yaddan çıxartmayaq ki, şit olmasın. Sonra yenə qarışdırırıq. Qazı yandırdıq. Tava isinir. İsinə buna qəşəng bir camış yağı vururuq. Camış yağı qəşəng orada isinsin, ərisin. Sonra çörəkləri belə batırdıq yumurtaya, sonra qoyduq tavaya. Qəşəng qızarırlar. Çeviririk o üz-bu-üz. Səliqəli şəkildə götürüb qoyuruq nimçəyə. Vəssalam. Şirin çayla da yeyə bilərsiniz, xiyar pomidorla da.